Şəhər Salma Forumunun ümumiyyətlə ölkəmizdə təşkil olunması düşünürəm ki, əhəmiyyətli hadisələrdən biridir. Bu, ölkəmizin Şərq Salma ilə bağlı dünyada olan problemlərə bir növ öz münasibətini, nə dərəcədə vacib olduğunu bizim ölkəmiz üçün göstərməkdədir. Bu mənada burada çoxlu sayda təşkilatların iştirak etməsi, xüsusilə də ali təhsil müəssisələrinin, universitetlərin iştirak etməsi çox vacibdir. Universitetimizin belə bir beynəlxalq yerlərdə özünü göstərməsindən və təqdim etməsindən çox məmnun qaldım və fəxr hissi ilə bu yerləri gəlib görürəm ki, çox yaxşı inkişaf edirik və studentlərimizi də gördükdə öz layihələrimizin necə yaxşı inkişaf elədiyinin şahidi oldum. Ümid edirəm ki, bundan da yaxşı nöqtələrdə öz komandamızı və eyni zamanda öz universitetimizi görə bilərik. Ona görə bugünkü gündə çoxlu sayda Azərbaycan Universitetinin iştirak etməsi, eləcə də Azərbaycan Dövlət Neft-Sənaye Universitetinin sərgidə iştirak etməsi, özünün təhsil proqramlarını təqdim etməsi, dayanıqlı inkişafla bağlı, su resurslarının idarə olunması ilə bağlı, alternativ enerji resurslarının idarə olunması ilə bağlı proqramlarını təqdim etməsi düşünürəm ki, çox vacibdir. Burada tələbələrimizin startup layihələri ilə tanış olduq. Yəni burada öz tələbə yoldaşlarımla çox əyləncəli vaxt keçirdim. İstərdim ki, gələn dəfəki belə gözəl tədbirlər olanda mənim də öz layihələrim burada sərgilənsin. Bu günləri Azərbaycan Dövlət Neft-Sənaye Universiteti özünün təhsil, tədqiqat və beynəlxalq əməkdaşlıqla bağlı su resurslarının idarə olunması, alternativ enerji resurslarının idarə olunması, digər dayanıqlı inkişafla bağlı layihələrini nümayiş etdirməkdədir. Məsəl üçün, artıq 3 ildir ki, Azərbaycan Dövlət Neft-Sənaye Universiteti ilə Böyük Britaniyanın Warwick Universiteti arasında alternativ enerji resursları, yenilənə bilən enerji resursları magistratura səviyyəsində ikili diplom proqramları mövcuddur. Artıq bu illəri bizim ilk məzunlarımız oldu və həmin məzunlar artıq ölkəmizdə aidiyyatlı qurumlarda öz fəaliyyətlərini davam etdirirlər. Bu proqramın fərqi ondan ibarətdir ki, yeni baxış üzərində qurulub, yəni gələcəyin mühəndisləri, günümüzün mühəndisləri artıq texniki biliklərə deyil, eyni zamanda data əsaslı qərar vermə, iqtisadi məsələlər, müxtəlif siyasətlər, şəhər salma siyasətləri, su resurslarının idarə olunması siyasətləri, ətraf mühitlə bağlı siyasətləri də bilməlidirlər ki, həm o bilgiləri, iqtisadi, sosial və mühəndislik bilgilərini bir növ interdisiplinar şəkildə inteqrasiya edə bilsinlər və sistemli bir düşüncə tərzinə sahib ola bilsinlər ki, günümüzdə olan bütün bu problemləri biz həll edə bilək. Digər proqramımız isə Azərbaycan Dövlət Neft-Sənaye Universiteti ilə Fransanın Strasburg Universiteti arasında olan yenə də ikili diplom proqramıdır. Artıq 2 ildir davam etməkdədir. Burada da biz yenə də interdisiplinar bir məzmun təqdim etməkdəyik. Burada da həm mühəndislik bilikləri, həm iqtisadi, sosial, data əsaslı qərar vermə ilə bağlı müxtəlif modellər proqramda tələbələrə öyrədilir.